İnsan qurbanlığın fəlsəfəsini anlamaq üçün mütləq özü də nəyəsə qurban verməlidir. Qurban verməyi bacarmalıdır. Və biz bu müddət ərzində məsuliyyətli davranaraq müəyyən qurbanlar verdik. Nələrisə hansısa başqa şeylərə fəda edə bildik. Qurbanın əsas fəlsəfəsi məhz bu fədakarlıqdır. Məhz ali dəyərlər uğrunda fədakarlığa hazır olmaqdır. Həcc surəsinin 34-cü ayəsində Allah buyurur, biz hər bir ümmətə ruzu olaraq verdiyimiz heyvanların üstündə Allahın adını çəksinlər deyə qurban kəsməyi vacib etdik. Sizin ilahınız tək olan ilahdır. Elə isə ona təslim olun. İnsan var olan gündən qurbanlıq məfhumu mövcud olub. İnsan yaranan gündən artıq yer üzünə gəldiyi ilk gündən Quran-ı Kərimdə danışılır, Həzrəti Adəmin iki övladının qurban gətirməsi, Habil və Qabilin. Və yer üzündə ilk qəbul olunan qurban məhz Allah rizası üçün edilən qurban olur. Və bunun nəticəsində də yer üzündə ilk cinayət törədilir. Bir qardaşın qurbanı qəbul edilir, digərininki qəbul edilmir deyə biri-birinin qanını tökür və cinayətkara çevrilir. İnsan var olan gündən həmişə qurban verməyə hazır olub və hazır olmalıdır. İnsan müvəqqəti bir aləmdən qopub əbədiyyətə qovuşmalı. İlahi bir kamilliyə doğru hərəkət etməlidir. Və qurban bu ayrılmanı, qopmanı simvolizə edir. Qurbanın əsas mahiyyəti insanın aşağı dərəcəli istəklərindən ali dərəcəli istəklərə doğru hərəkət etməsidir. Qurban ayrılmaq, qopmaq mənasını ifadə edir, yaxınlıq mənasını ifadə edir. İnsan kamilliyə yaxınlaşmaq üçün ötəri hisslərdən, ehtiraslardan azad olmalıdır. Qurban bayramı birbaşa Həzrəti İbrahimin adı ilə bağlıdır. Bütün səmavi dinlər üçün dəyərli bir şəxsiyyət olan Həzrəti İbrahim əleyhissalam öz övladını Allahın əmri ilə qurban kəsməyə gətirir. Əlbəttə, bəzi insanlar təəccüblənir ki, necə ola bilər? İnsanı qurban kəsə bilərmi? Əlbəttə ki, məsələnin qoyuluşu burada yanlışdır. Burada söhbət insanın qurban gətirilməsindən getmir. Məlum olduğu kimi, Həzrəti İbrahim çox qoca vaxtında övlad sahibi olmuşdu. Övlad sahibi olduqdan sonra övladının ən sevilməli yaşına gəlib çatdıqda Allahdan ona övladını qurban verməsi əmri gəlir. Və burada İbrahim imtihana çəkilir. Burada kəsilməli olan İsmail Peyğəmbər deyil, İbrahim Peyğəmbərin qəlbində olan İsmaildir. İbrahim öz qəlbində olan İsmaili qurban gətirməlidir, qurban kəsməlidir. Burada söhbət atanın öz övladına olan məhəbbətindən ali dəyərlər üçün keçməsindən gedir. Çünki məhəbbət egodan, nəfsdən qaynaqlanırsa, bir çox faciələrə səbəb olur. Amma məhəbbət fədakarlığa səbəb olursa, məhəbbət qarşılıqlı fədakarlığın qaynağı hesab olunursa, o zaman bu məhəbbət insanı ucalda bilər. Burada qurban yalnız bir simvoldur, rəmzdir, fədakarlıq rəmzidir. Və Quran-ı Kərimdə bu ayədə, deyəcəyim ayədə Saffat surəsində bu hadisə belə nəql olunur. İbrahim dedi, oğlum, yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör, nə düşünürsən? O dedi, atacan, sənə buyurulanı yerinə yetir. Allah qoysa mənim səbirlərdən olduğumu görəcəksən. Hər ikisi Allahın əmrinə tabe olduqda və İbrahim onu üzü üstə yıxdığı zaman biz onu çağırıb dedik, ey İbrahim, artıq sən yuxunu təsdiq etdin. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Həqiqətən də Həzrəti İbrahim də, Həzrəti İsmail də bu ilahi imtihandan üzü ağ çıxdılar. Qurban vermək nə qədər çətin görünsə də, nəticədə asan oldu. Allah iki qoç göndərdi və Həzrəti İbrahim onları Allah yolunda kəsdi. O gündən bu günə Qurban bayramı həm də paylaşma ayıdır.
İslam dinində ən dəyərli insanlar yaşadıkları cəmiyyətə fayda verən insanlardır. Başqa insanlara əl tutan insanlardır. Qurbanlığın əsas fəlsəfəsi mərhəmətdir, birgə yaşayışdır, insanlara dəstək olmaqdır, yoxsulların yad edilməsidir. Allah yolunda ehsan edildikdə insan özü də kamilləşir. Çünki cəmiyyətin sevgiyə ehtiyacı var. Cəmiyyət sevgi ilə idarə olunur. İctimai münasibətlərin əsas qaynağı məhəbbətdir, eşqdir. Qurban həm də həcc ayinidir və həcc məlum olduğu kimi birlik ayinidir, vəhdət ayinidir. Müxtəlif millətlərdən olan, müxtəlif ictimai mövqeyə sahib olan insanlar Kəbə ətrafına təvaf edir, Allah evinin başına dolanır və öz birliklərini nümayiş etdirirlər. Allaha şükürlər olsun ki, bizim xalqımız tarixən bu ilahi dəyərlərə sahib olub. Son hadisələr erməni təcavüzü nəticəsində fədakarcasına şəhid olan vətən övladlarının anım mərasimləri bunu bir daha sübut elədi. Azərbaycanın yüksək çinli zabitləri əskərləri ilə bir yerdə, səngərdə, vətən torpaqları uğrunda son damla qanlarına qədər vuruşub, döyüşüb, şəhidlik zirvəsinə ucaldılar. Azərbaycan xalqı heç zaman tarixi boyunca kiminsə torpağına təcavüz etməyib. Azərbaycan xalqı sülhsevər bir xalqdır. Azərbaycan ərazisində bir çox din və məzhəb təmsilçiləri tarixən dinc yanaşı yaşayıblar. Qardaşlıq şəraitində yaşayıblar və bu gün də bu ənənələr davam etdirilir. Bu gün də Azərbaycanda tolerantlıq, multikulturalizm, çox mədəniyyətli cəmiyyətə hakimdir və Azərbaycan xalqının mənəvi irsidir. Sadəcə olaraq biz təcavüzə məruz qalmışıq deyə yağı düşmənlə üz-üzəyik. Biz heç kimə təcavüz etməmişik. Quranda da bu prinsip irəli sürülür. Sizinlə vuruşanlarla vuruşun. Yəni, sizə təcavüz edildikdə özünü müdafiə etmə haqqınız var. Və biz şəhidlərimizi bu yolda verdik və son hadisələr zamanı Azərbaycan gənclərinin, xalqımızın meydanlara axışması, Azərbaycan bayrağını dalğalandırması, Azərbaycan ordusuna və Azərbaycan dövlətinə dəstəyin ən bariz nümunəsi idi. Azərbaycan cəmiyyəti bir vahid dəyər ətrafında birləşdi və bir çoxları bu birliyi qısqanaraq müxtəlif təxribatlarla bu birliyə zərbə vurmağa çalışdısa da, amma bu alınmadı. Azərbaycan xalqı birliyini, vəhdətini, həmrəyliyini, dövlətə, orduya dəstəyini, sarsılmaz iradəsini bir daha ortaya qoydu. Biz qurbanlar vermişik və qurbanlığın fəlsəfəsi qeyd etdiyim kimi həm də fədakarlıqdırsa, ən böyük fədakarlıq vətən uğrunda candan keçmədir və bu şəhidlik zirvəsidir. Ona görə də Qurban Bayramı günündə biz şəhidlərimizi də anırıq. Bütün vətən torpaqları uğrunda canını fəda etmiş əziz insanlarımızı yad edirik, şəhid ailələrini yad edirik və şəhidlər üçün Allahdan rəhmət diləyirik. Qeyd etdiyim kimi Qurban Bayramı pandemiya şəraitində, karantin rejimi şəraitində qeyd edildiyindən Qafqaz Müsəlmanları İdarəsi də öz müraciətində bunu xüsusi vurğulayıb ki, bu ayinlər icra olunarkən mütləq və mütləq qaydalara riayət olunmalıdır. Sosial məsafə gözlənməlidir. İnsanlar kütləvi şəkildə bir araya gəlməməlidir. Çünki dinimizdə insan sağlamlığına çox böyük önəm verilir. Quranda qeyd olunur ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın. İnsan özünün və digərlərinin sağlamlığına görə məsuliyyət daşıyır. Ona görə də bu Qurban Bayramı qeyd olunarkən bütün bu məsələlər nəzərə alınır. Növbəti dəfə Heydər məscidində vəhdət namazı qılındı və indi də namaz davam edəcək. Bu, birlik və vəhdətimizin möhkəmlənməsi olduqca önəmlidir. Biz indi hər zamandan daha çox birliyə, həmrəyliyə ehtiyaclıyıq. Quran-ı Kərimdə buyurur, hamınız Allahın ipindən yapışın və dağılmayın, parçalanmayın. Qurban Bayramı məhz bu birliyi simvolizə edir, bizi bu birliyə dəvət edir. Bir daha hər birinizin, Azərbaycan xalqının bayramını təbrik edirəm. Allah kəsilən qurbanları, qılınan namazları bizdən qəbul eləsin. Allah dünya və axirətimizi abad etsin. Allahümmə innə nəsəlükə və nəd'uk bismikəl azimil əzəm, əl-əəzzil əcəllil əkrəm.
ve bihakkı Muhammedin ve alih. Ya Allah, 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 ya Allah. İlahi, əllərimizi naümid qaytarma. Dualarımızı, ibadətlərimizi qəbul et. Bugün kəsilən qurbanları, qurban kəsənlərin hər birindən qəbul elə. Bugün edilən ibadətləri, duaları bizdən qəbul et. Şəhidlərimizin ruhunu bizə duaçı qərar ver. Torpaq uğrunda, vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhunu şad et. Bizi bundan artıq bir-birimizə mehriban et. İşğal altında olan torpaqlarımızı azad etməyə bizi səfərbər elə və Azərbaycanımızın bayrağını dünyanın ən uca yerlərində dalğalandır. Xalqımızı, millətimizi, dövlətimizi bütün bəlalardan hifz et. Bu xəstəliyi tezliklə insanlığın, bəşəriyyətin, xalqımızın üzərindən uzaq elə. Gələn günlərimizi keçən günlərimizdən daha xeyirli et. Ömrümüzün sonuna qədər bizə halal, minnətsiz, ruzi mərhəmət et və dünyadan köçənlərimizə rəhmət, qalanlarımızı ağla gələn və gəlməyən bəlalardan qoru. Bihaqqı Muhammedin və alih və bihaqqı surətil mübarəkətil Fatihə məs-salavat.